Salam əziz uşaqlar. Bugünkü dərsimiz sözün tərkibidir. Sözün tərkibi dedikdə sözlər necə dəyişir? Sözlər şəkilçi qəbul edərək dəyişir. Söz iki yerə bölünür: kök və şəkilçi. Biz bilməliyik ki, kök ayrılıqda işlənə bilir, mənası olur və suala cavab verə bilir. Amma şəkilçi ayrılıqda işlənə bilmir, mənası olmur və heç bir suala cavab verə bilmir. Məsələn, odunçu sözünün kökü odundur. Odunçu sözünün kökü odundur. Baxırıq. Biz nə dedik kök haqqında? Ayrılıqda işlənə bilir. Məsələn, odunçu sözündə şəkilçini çıxsaq, odun sözü ayrılıqda işlənə bildi. Odun nədir? Mənası var deyirik. Odun nədir? Ağacdan kəsilmiş bir hissədir. Biz onu nə edirik? İsinmək üçün, necə deyim, ocaq qalamaq üçün istifadə edirik. Baxın, görürsüz, mənası var. Yəni ağacdan kəsilən, ağacın bir hissəsinə, kəsilmiş bir hissəsinə biz odun deyirik və deyirik ki, kökə biz nə dedik? Deyirik, suala cavab verir. Odun. Nə? Odun. Baxın, suala cavab verdi. Sonra keçirik. Sonra biz burada balıqçı yazmışıq. Sözü yenə baxırıq, kökə baxırıq. Kökü nədir? Balıq. Balıq nədir? Suda yaşayan canlı növüdür və çı birləşdi, nə oldu? Balıqçı. Yəni balığı tutan şəxsə də balıqçı deyirik. Burada da odun, odunçu. Odun bildik ki, bir əşyadır, yəni ağacdan kəsilən bir hissədir. Odunçu, odunu da kəsən şəxsə odunçu deyilir. Şəkilçilər haqqında biz məlumat verək. Şəkilçi ayrılıqda işlənə bilmir, mənası olmur və suala cavab vermir. İndi tətbiq edək dediyimiz qaydaya uyğun. Bax, buradakı şəkilçi çıdır. Baxın, çı ayrılıqda işlənə bilir, çı deyə bir mənası yoxdur. Nədir ki, suala cavab verə bilmir. Ona görə biz deyirik ki, şəkilçi ayrılıqda işlənə bilmir, mənası olmur və suala cavab vermir. Əziz uşaqlar, bir də bir qeydimiz var. Şəkilçilərə aid. Şəkilçilər 2 və 4 cür yazılır. Yəni qapalı saytla olan şəkilçilər 4 cür yazılır. Açıq saytlı şəkilçilər isə 2 cür yazılır. Yəni misal olaraq yazaq. Məsələn, yazırıq. Yağlı. Yağlı sözünün kökü yağdır. Lı şəkilçidir. Baxın, biz nə dedik? Biz dedik ki, qapalı saytlı olan şəkilçilər 4 cür yazılır. L, li, lu, lü. Baxın, bu şəkilçilər qapalı saytla olduğuna görə 4 cür yazılır. Yəni L üstü 4. L, li, lu, lü. Sonra biz bir də dedik ki, açıq saytlı şəkilçilər 2 cür yazılır. Məsələn, deyirik meşə, də. Sözün kökü meşə, də şəkilçidir və baxırıq ki, açıq saytlı şəkilçidir deyə 2 cür yazılır. Meşədə, sonra bir də nə yaza bilərik? Ağac, da. Baxın, ağac, da. Burada da nə oldu? Da, də. Biz nə dedik? 2 cür yazılır. Əziz uşaqlar, biz bugün sözün tərkibini öyrənməyə çalışdıq. Biz qısa qeyd kimi ağlımızda saxlayaq ki, kök ayrılıqda işlənə bilir, mənası olur və suala cavab verir. Şəkilçi heç bir suala cavab vermir, mənası olmur, ayrılıqda işlənə bilmir. Bir də qeyd kimi yazdığımız qapalı saytlı olan şəkilçilər 4 cür yazılır. Açıq saytlı şəkilçilərimiz isə 2 cür yazılır. Bugünkü dərsimiz bu qədər. İnşallah gələn dərsimizdə görüşərik.